Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəldiniz. Bugün biz Gürcü dilində sizlərlə avdivar, çavdivar və qadavdivar bunları öyrənəcək, bu feilləri. Baxın, ilk öncə gəlin avdivar. Bununla başlayaq. Deməli, avdivar bu feilin ilk mənası nədir? Yuxarı çıxıram deməkdir, yoxmu? Məsələn, baxın, meore sartulze avdivar. Yəni ikinci mərtəbəyə çıxıram. Ya da mexute sartulze avdivar, 5-ci mərtəbəyə çıxıram. Bu bunun ilk mənası. Deməli, ilk mənası avdivar feilinin ilk mənası nədir? Yuxarı çıxıram deməkdir. İndi baxın nə olur? Həmçinin bunun ikinci bir mənası var. Avtobusa minirəm mənasındadır. Yenə biz bundan istifadə edirik. Məsələn, deyirik ki, avtobusşi avdivar. Yəni avtobusa minirəm deməkdir bu mənada. Yadınızda saxlayın bu feilin iki mənasını da. Həm avtobusa minirəm deyəndə yenə bu feildən istifadə edirik və deyirik avtobusşi avdivar. Həm də yuxarı çıxıram deyəndə yenə bu feildən istifadə edirik. Avdivar feilindən istifadə edirik. İndi keçək ikinci feilimizə. Bu olur çavdivar. Yəni aşağı düşürəmdir bunun ilk mənası. Məsələn, baxın, təsəvvür edin ki, ikinci, üçüncü, dördüncü və s. mərtəbədəyik və deyirik ki, irvel sartulze çavdivar. Yəni birinci mərtəbəyə düşürəm. Irvel sartulze çavdivar. Bu bunun ilk mənasıdır. Yəni aşağıya düşməyi bildirir. Bu aşağıya doğru istiqaməti bildirir. Həmçinin ikinci mənası, bu da yenə avtobusdan düşmək mənasında da biz bunu avtobusdan düşmək, inmək mənasında da yenə bu feildən istifadə edirik. Məsələn, deyirik ki, avtobusidan çavdivar. Yəni avtobusdan düşürəm. Yadınızda saxlayın. İndi üçüncü feilimiz bu nədir? Qadavdivar feilidir. Yəni keçirəm deməkdir. Qadavdivar, keçirəm. Məsələn, baxın, yolu keçirəm deyəndə Gürcə deyirik qızaze qadavdivar. Qızaze qadavdivar, yəni yolu keçirəm. Həmçinin, məsələn, baxın, yeni binaya keçirəm, köçürəm mənasında da yenə bu feildən istifadə edirik və deyirik ki, axal binaşi qadavdivar. Axali bina yeni mənzil deməkdir, yeni mənzil. Yeni mənzilə keçirəm deyirik ki, axal binaşi qadavdivar. Yəni yeni mənzilə, yeni evə keçirəm, yeni evə daşınıram mənasında da yenə bundan istifadə edirik. Deməli, yadınızda saxlayın. Əlbəttə ki, burada bu feillərdə olan sadəcə feil önləridir fərqli olan. Birinci feildə A feil önü var, ikincidə ça, üçüncüdə qada feil önü var. Yadınızda saxlayın. Avdivar yuxarı çıxıram deməkdir, çavdivar aşağı düşürəm deməkdir və qadavdivar isə keçirəm deməkdir bu mənada. Bu feillərin üçünün də indiki zaman forması idi, birinci şəxsin təkində. İndi gəlin, həmçinin bu feillərin bir gələcək zaman formalarına da baxaq. Avdivar gələcək zamanda olacaq aval, yəni çıxacam. Məsələ deyir ki, mesame sartulze aval, yəni üçüncü mərtəbəyə çıxacam. Mesame sartulze aval. Bu artıq gələcək zamanda aval çıxacam. Çavdivar, bunun gələcək zamanı olur. Çaval, sadəcə feil onu fərqlənir gördüyünüz kimi. Birincidə A, ikincidə ça feil onunla istifadə etdik. Nətər indiki zamanda idisə. Məsələn, yuxarı hansısa bir mərtəbədəyik və deyirik ki, irvel sartulze çaval. Birinci mərtəbəyə düşəcəm. Digəri isə qadavdivar, yəni bunun gələcək zamanı isə olur qadaval. Məsələ dönüb deyir ki, ert qviraşi, yəni bir həftəyə, ert qviraşi, axal binaşi qadaval. Bir həftəyə yeni mənzilə keçəcəm. Yeni mənzilə keçəcəm, yeni mənzilə köçəcəm. Bunu yadınıza saxlayın. Ert qviraşi bir həftəyə deməkdir dostlar. Məsələn, ert saatşi bir saata deməkdir. Gələcək zamanı bildirir, yoxmu bunlar? Ert qviraşi bir həftəyə, ert tveşi bir aya deməkdir. Ert tveşi, yəni bir aya. Ert tveşi, məsələn, axal binaşi qadaval bir aya yeni mənzilə keçəcəm, yeni mənzilə keçəcəm mənasında. Amma əlbəttə ki, bunlarla, bu gələcək zaman bildirən sözlərlə biz indiki zamanın feilindən də istifadə edirik. Yəni, bunu belə də deyə bilərsiniz. Ert tveşi, axal binaşi qadavdivar. Yəni, bir aya təzə evə keçirəm. Bu mənada da işlədə bilərik bunu. İndi keçək bu üç feilin əmr formasına. Yəni, yuxarı çıx, aşağı düş və keç. Necə olacaqdır Gürcə? Yuxarı çıx. Bu Gürcə olur adi. Adi. Məsələn, adi mağla. Mağla yuxarı deməkdir. Bundan istifadə edə bilərik. Əlbəttə ki, adi mağla yuxarı çıx. Adi meore sartulze ikinci mərtəbəyə çıx. Düş Gürcə olur çadi.
çadi, mesela dönək deyək ki, çadi pirvel sartulze, yəni birinci mərtəbəyə düş, ya da çadi dabla, aşağı düş. Üçüncünün əmr forması isə, yəni keç deyəndə deyək ki, qadadi. Məsələn, baxın, meore otaq şiqadadi, yəni digər otağa keç. Qadadi keç deməkdir. Bu əmr idi, yoxmu? Adi çıx, çadi düş, qadadi keç. Əmrin müsbəti idi. İndi əmrin inkarı, yəni çıxma, düşmə, keçmə necə olacaqdır? Bu zaman bu olur. Araxvide, araxvide çıxma. Məsələn, dönək deyək ki, meore sartuze, araxvide, yəni ikinci mərtəbəyə çıxma. Arçaxvide, düşmə. İrvel sartuze, arçaxvide, birinci mərtəbəyə düşmə. Da keçmə olacaqdır. Arqadaxvide. Məsələn, dönək deyək ki, axal binaşi, arqadaxvide, yəni yeni mənzilə keçmə, köçmə, arqadaxvide. Deməli, yuxarı çıxıram necədir? Avdi var. Aşağı düşürəm, çavdi var, keçirəm, qadavdi var. İndiki zamanda. Gələcək necə idi? Aval çıxacağım yuxarı, çaval düşəcəm aşağı, qadaval keçəcəm. Əmri adi çıx yuxarı, çadi düş aşağı, qadadi keç. Əmrin inkarı araxvide, araxvide çıxma yuxarı, arçaxvide düşmə aşağı da arqadaxvide keçmə. Arqadaxvide keçmə. Bu bizim bu üç feilimiz, amma həmçinin bugün yenə bir feil istəyirəm öyrənək və bu stavleba feilidir. Stavleba öyrətmək deməkdir. Stavleba öyrətmək. Stavleba öyrətmək deməkdir və bu feilin istəyirəm ki, indiki zamanda hallanmasını öyrənək. Yəni Gürcə necə olacaqdır? Mən öyrədirəm, sən öyrədirsən və s. Baxın dostlar, Gürcücə mən öyrədirəm bu olur me vastavli. Me vastavli, mən öyrədirəm. Sən öyrədirsən deyəndə deyirik şen astavli. Şen astavli, sən öyrədirsən. O öyrədir deyəndə deyirik is astavlis. Is astavlis, o öyrədir. Biz öyrədirik. Çven vastavlit. Çven vastavlit. Siz öyrədirsiniz olacaqdır. Tkven astavlit. Tkven astavlit. Onlar öyrədirlər. Bu isə olacaq isini astavliyan. İsini astavliyan. Gəlin bir daha təkrar edək bunu. Deməli, mən öyrədirəm necədir? Me vastavli. Sən öyrədirsən. Şen astavli. O öyrədir. İs astavlis. Biz öyrədirik. Çven vastavlit. Siz öyrədirsiniz. Tkven astavlit. Onlar öyrədirlər. İsini astavliyan. Məsələn, baxın, Gürcü dili olur kartuli, yoxmu? Kartuli ena ya da qısaca kartuli deyirik. Məsələn, Gürcü dili öyrədirəm olur. Me vastavli kartuls. Bu zaman kartuli, bu obyekt olduğu üçün, cümlənin obyekti olduğu üçün bunu biz mitsemiti brunvada hallandırdıq. Buna görə oldu kartuls. Me vastavli kartuls. Ya da İngilis dili öyrədirəm olacaqdır. Me vastavli inglisurs. Me vastavli inglisurs. Alman dili öyrədirəm olacaqdır. Me vastavli germanuls. Me vastavli germanuls. Birisindən soruşanda nə öyrədirsən deyəndə deyirik ras astavli. Ras astavli, yəni nə öyrədirsən?